Yüksək təzyiqin səbəbini kimlərdə araşdırırıq? Bəzən pasientlər niyə təzyiqimin səbəbini araşdırmadan dərman yazırsınız kimi suallar verirlər. Yadda saxlayın, bütün təzyiq xəstələrinin yalnız 5%-də təzyiqin qalxmasının tək bir səbəbi var və biz həkimlər nə zaman bundan şübhələnirik? Birinci səbəb aortanın koarktasiyası. Bu zaman təzyiq qollarda daha yüksək olur, aşağı ətraflarda isə təzyiq heç olmur, bəzən isə çox aşağı olur. İkinci səbəb aşağı təzyiqin yüksələrək yuxarı təzyiqə çatması. Bu, çox zaman böyrək daşı və böyrəkdə iltihabi prosesin varlığına şübhə yaradır və sonrakı müayinələrə yol açır. Üçüncü, zəhərli zob xəstəliyi kimi tanıdığımız diffuz toksiki ur. Dördüncü səbəb hipotireoz, yəni tənbəl zob xəstəliyi. Növbəti 5-ci səbəb yuxu apnoesi sindromu. Bu zaman yuxudaykən tənəffüsün təkrarlanan qısa müddətli ani kəsilməsi olur. Bu bir tənəffüs pozğunluğudur və qan təzyiqinin qalxmasına səbəb ola bilər. Və sonuncu səbəb isə böyrəküstü vəzi xəstəlikləri, Cushing xəstəliyi və sindromu. Yalnız bu saydığımız hallarda qan təzyiqinin xəstəliyə bağlı olaraq qalxdığını və əsas xəstəlik müalicə olunarsa, təzyiqin də normallaşdığını müşahidə edirik. Qalan 95% hallarda isə qan təzyiqinin yüksəlməsi bir deyil, bir neçə amilin təsirinin nəticəsidir. Bunlara genetik amillər, artıq bədən çəkisi, oturaq həyat tərzi, düzgün qidalanmama, hiperxolesterinemiya, yəni qanda yüksək xolesterin səviyyəsi və yanaşı gedən xəstəliklər, məsələn şəkərli diabet aiddir. İstənilən halda özünüzdə qan təzyiqinin yüksəlməsini müşahidə etsəniz, özünü müalicə ilə məşğul olmayan mütləq həkim mütəxəssisə müraciət edin.